Sabahınız xeyir, hər birinizə xoş gördük. Yeni video ilə qarşınızdayıq. Deməli, biz bugün Hyperlink formulasından danışacağıq. Hyperlink adı sizə tanışdır, çünki bu artıq Excel-də mövcud olmuş bir komandanın adıdır və bildiyimiz kimi Hyperlink vasitəsilə biz müxtəlif obyektlərə, fayllara və yaxud elə Excel faylın içindəcə müxtəlif yerlərə link verə bilirik. Buna bəzən hipersilka da deyirlər, hiperlink də deyirlər və s. Bəs baxaq görək, onun funksiya versiyası necə işləyir? Hyperlink adlı. Mən bu videoda sizə deməli Hyperlink formulasının bəzi istifadə metodlarını göstərəcəm. Yəni ki, Hyperlink vasitəsilə həm müxtəlif internet saytlarına link vermək olar, həm eyni Excel faylının daxilində fərqli-fərqli şitlərə link vermək olar. Daha sonra eyni səhifədəcə fərqli xanaya link vermək olar. Deyək ki, bizdə burada linkə basdıqca bizi aparacaq eyni cədvəl daxilindəki başqa xanaya. Həmçinin biz burada bu video vasitəsilə öyrənəcəyik ki, başqa fayla, bu Excel-də ola bilər, PDF-də ola bilər, Word faylı da ola bilər, başqa fayla necə link qoya bilərik və çox maraqlı bir deməli komandada göstərəcəm ki, bir qovluqda olan bütün fayllara bir komanda ilə necə link qoymaq olar. Mütləq şəkildə videonu sona kimi izləyin. Gəlin başlayaq. Deməli, Hyperlink formulası necə işləyir? Formulanın adını yazırıq. Mötərizəni açandan sonra içində 2 arqument görürük. Link location və ondan sonra vergül qoyandan sonra baxın belə düz mötərizənin içində friendly name görürük. Öncəki videolarımızda ümumiyyətlə Excel-də belə bir qayda var ki, əgər formula daxilində düz mötərizədə arqument görürsünüzsə, bu o deməkdir ki, həmin arqumenti siz skip edə bilərsiniz. Yəni, üzərindən keçə bilərsiniz, heç yazmaya da bilərsiniz. Bu optional, yəni məcburi olmayan bir arqumentdir. Əsas hyperlink formulası üçün olan link location-ı verməkdir. Yəni, hara link verəcəksə, onun belə deyək, adresini. İndi veb-sayta qoymaq üçün necə yaza bilərik? Mütləq şəkildə baxın, veb-sayt bu formada olmalıdır. Əvvəli HTTPS, daha sonra 2.2/www, ondan sonra saytın adı. Və yaxud sizdə əgər bütövlükdə bir siyahı varsa, veb-saytlardan ibarət, bunu elə hyperlink deyib və ondan sonra birbaşa linkə kopyalaya bilərsiniz. Yəni, arqumenti qoyarsınız bu formada. Xanada yazılan sözə sadəcə link verdim. Amma bu formada, baxın, xanada görünüşü belə bir şey görsənəcək. Bunu adını dəyişmək üçün artıq hyperlinkin ikinci arqumentindən istifadə edə bilərik. Yəni, friendly name nə olsun? Məsələn, mən burada qeyd eləmişəm Excel-in YouTube kanalı. Bu formada enter eləyən kimi biz xanada baxın bu sözü görürük, amma onun altında link var. Basan kimi bizi həmin deməli YouTube kanalına aparacaq. Bu birinci deməli istifadə qaydasıdır. Gəlin baxaq görək bəs fayl daxilində başqa cədvələ necə link verə bilərik, başqa şitə. Bunun bir qaydası var. İstəyərdim ki, deməli məlumatınız olsun. Mütləq şəkildə, gəlin bunu hayd edək. Mütləq şəkildə hyperlink formulasını qeyd ediləyəndən sonra link location verəndə bizim şitimizin adı baxın bu formada, bu struktura uyğun olmalıdır. İzah eləyim necə? Deməli, gələcək mütləq şitin adının əvvəlində diez işarəsi, sonra şitin adı, nida işarəsi və hansı xanası lazımdırsa həmin xananın ünvanı. Bu. Bəs bunu necə əldə eləyə bilərik? Məsələn, bizdə baxın aşağıda çoxlu sayda şitlər var. Siz bunu əllə eləmək istəmirsinizsə, bunu göstərin. Bərabər işarəsi qoyuruq. Gedirik lazım olan şitə. Məsələn, gəlirik, tutaq ki, bura hyperlink və burada A1 xanasını sadəcə basıram. Bu şəkildə görürsünüz. Elədik. Enter düyməsini basıram. Hal-hazırda sadəcə həmin xananın deməli dəyərini qaytarır bizə. Amma burada bircə bərabərliyi diez işarəsi ilə əvəz etsək, baxın bizdə bu formada görüntü alınır.
Daha sonra bunu rahat şəkildə hyperlink formulası ilə gəlib link verə bilərik. Üzərinə bastığım anda bizi aparacaq həmin deməli digər sheetin B3 xanasına. Hətta bura friendly name və s. də istifadə edə bilərsiniz. Üçüncü istifadə qaydası. Eyni səhifədə bəs xanaya necə link qoyum? Eyni səhifə deyəndə hal-hazırda bizim işlədiyimiz səhifəni nəzərdə tuturam. Tutaq ki, sizin hansısa bir cədvəliniz var. Cədvəlin deməli müəyyən hissələrində qeydlərinizi və s. hesabatlarınızı aparmısınız. Amma burada link qoymaq istəyirsinizsə, eyni cədvəl daxilində başqa bir siz deməli yerə keçid eləyəsiniz. Bunun da sadə yolu yenə də biz əlbəttə ki, bərabər qoyub, deyək ki, eyni cədvəlin içində hansı xanaya istinad etsək və yaxud bunu sonra diyezlə işarə etsək, bu forma alınmır. Çünki biz burada eyni cədvəlin içində olduğuna görə sheetin adını görmürük. Ona görə istənilən başqa bir sheetdə yenidən elə bilin ki, lazım olan bizim bu əvvəlki cədvəlimizə keçirik. Gəlirəm, məsələn, bunu seçirəm və yenidən bunun diyez işarəsi ilə əvəz edirəm. Artıq belə bir forma hazır olandan sonra sadəcə kopyalayıb, elə öz cədvəlin özündə də belə paste edə bilərəm. İndi bərabər qoyub biz hyperlink və link location-ı deyək ki, bura seçsəm, eyni sheetdir H12 xanasına, yəni bura link vermişəm. Görək basanda edən kimi avtomatik həmin yerə keçid edir. Gəlin baxaq görək, bəs biz başqa fayla necə link qoya bilərik. Mən bu dəfə PDF, Word, ümumiyyətlə digər bir deməli fayl formatları üzərində izah eləyəcəm bunu. Başqa fayla link qoymaq üçün biz mütləq həmin faylın yerləşdiyi qovluğun, ümumiyyətlə direktoriyanın ünvanını bilməliyik. Bunun üçün biz hər hansısa bir qovluğa istinad etməliyik. Mən həmin qovluğa keçid eləyirəm. Deməli, deyək ki, belə bir qovluğum var. Sample dashboards və içində müxtəlif qrafik növlərini saxlamışam. Yuxarıda, baxın, qovluq açanda yuxarıda onun mütləq ünvan paneli olur. Biz gəlirik həmin ünvan panelinə. Bütövlükdə buranı basanda və yaxud seçəndə sadəcə olaraq kopyalaya bilirik. Sağ düyməni basıb copy götürürük. Və burada istənilən Excel'in istənilən xanasında sadəcə paste edirik. Baxın, bu şəkildə. Deməli, gəlin belə bir şey edək. Hyperlink qoyuruq. Link location bunu veririk. H18-i. Düzdürmü? İndi gəlin görək nə baş verəcək. Mən həmin bu qovluğu bağlayıram qəsdən və üzərinə gələndə, baxın, bizim üçün qovluğu açır. Çünki qovluğun ünvanını qeyd eləmişəm. Bəs necə edə bilərəm ki, konkret bir faylı açsın? Məsələn, chart 1 adında, baxın, bu faylı açsın. Bunun üçün gəlin faylın adını kopyalayaq. Bütövlükdə gəlin götürək bunu. Ctrl-C. Və bayaq kopyaladığım ünvanın davamı olaraq, baxın bura, tərsinə slash qoyuram və Ctrl-V faylın adını yapışdırıram bura. Avtomatik hyperlink formulasının özündə də yenilənir. Çünki birbaşa burada link var. H18 xanasına. Baxın bura. Ona görə üzərinə bastığım anda artıq bizdə sadəcə faylın özü açılacaq. Yəni, həmin bu dashboardu görəcəksiniz bu şəkildə. Belə. İndi gəlin baxaq ki, biz qovluqda olan bütün fayllara necə link qoya bilərik. Yəni, mən demək istəyirəm ki, tutaq ki, bizim bu qovluğumuzda 10 dənə şəkil varsa, biz necə edə bilərik ki, bir siyahı yaradaq Excel'də və həmin siyahını 10 dənə şəkildən ibarət belə bu formada linklər olsun. Basdıqca lazım olan şəkil açılsın. Bu necə edə bilərik? Bunu əlbəttə ki, bir-bir şəklin adını kopyalayıb, deməli, folderın axırında bu hissəyə kopyalamaq və s. çox çətin işdir. Və nəzərə alsaq ki, bizdə 10 dənə şəkil olmaya bilər. Məsələn, hər hansısa bir sənədlər ola bilər, müqavilələr ola bilər. Bütün müqavilələri istəyirəm ki, burada bir qeydiyyatını aparım. Bunun çox-çox maraqlı bir yolu var və indi onu izah eləyəcəm. Bu çox möhtəşəm bir komandadır. Çox istəyərdim ki, diqqətlə videonu izləyəsiniz.
Deməli, təsəvvür eləyək ki, bizim bir qovluğumuz var və bu qovluqdakı bütün fayllara link vermək istəyirik bir kliklə. Neyniyərik? Mütləq şəkildə hansı qovluqda, hansı papkada fayllar bizə lazımdırsa, həmin qovluğu açırıq. Deməli, həmin qovluqdaca, baxın, ünvan panelində silirik ünvanı, CMD komandasını veririk, command sözündən götürülür və enter düyməsini basırıq. Bu zaman ekranda, baxın, belə bir qara rəngdə Windows pəncərəsi açılır. Bunu gördükdə qorxmayın. Siz bu hissədə, deməli, faylın, qovluğun ünvanını görürsünüz. Daha sonra belə bir komandanı verin. Dir, slash bco slash sonra 10. Baxın, bu komanda mütləq və enter düyməsini basırsınız. Enter düyməsini bastığınız anda siz burada həmin qovluqda olan bütün faylların adını görürsünüz. Baxın, avtomatik kopyaladı. Artıq bizim bir-bir eləməyimizə ehtiyac yoxdur. Siz bu, deməli, hamısını, baxın, bu ünvanları götürə də bilərsiniz, copy paste edə bilərsiniz. Amma faylların sayı çoxdursa, gəlin bir komandada göstərim sizə. Onu bir kliklə kopyalasın. Dir edirik, təzədən BSO edirik. Daha sonra biz gəlirik, deməli, probel qoyuruq və enter düyməsinin üzərində, baxın, belə düz xətt olur. Ondan sonra klip komandasını veririk. Klip kəsmək deməkdir. Əgər aşağısında yenidən qovluğun adını görürsünüzsə, deməli, bu artıq kopyalandı. Heç nə etmirsiniz, sadəcə Excel-ə qayıdırsınız. Məsələn, mən bunu yeni bir sheet-də göstərim sizə və bütün fayllarımızın adını kopyalanmış şəkildə görürsünüz. Gəlin bu formada göstərim, daha sonra izah eləyəcəm. Deməli, bərabərdir, hyperlink qoyaq. Link location yerinə gəlin seçək ünvanı və onu aşağıya qədər belə bu formada kopyalayaq. Düzdürmü? Necə edə bilərik ki, ekranda bunlar görünməsin, sadəcə olaraq faylların adı qalsın. Bunu da rahat şəkildə belə eləyə bilərik. Əslində, kopyaladığımız, baxın, bu qovluğun adını, sütunu seçirik. Data komandasından, data menyusundan text to column vasitəsilə deyirik ki, delimited, next. Bizdə burada delimiter artıq backslash'dir, baxın, bu formada. Next edirik. Destination üçün gəlin A1 xanasını yox, yəni üzərinə yazmasın. Onun yanındaca başqa bir sütunu götürsün, B1 xanasını və finish edirik. Bu zaman biz nə görürük? Faylın özünün orijinal ünvanı da qalır və gəlin bu hissələri biz siləcəyik. Bunları da silək. Sadəcə olaraq, baxın, yanında da faylımızın adı qalır bu formada. Hətta .png və s. də görmək istəmirsinizsə, bir dəfə də bu sütunun üzərində text to columns komandasını icra edirik. Bu dəfə artıq burada delimiter kimi nöqtədən istifadə edəcəyik. Next, finish edirik və bunlar da artıq bizə lazım deyil, sadəcə faylımızın adı qaldı. Bunu nə üçün etdik? Artıq hyperlink formulasında vergül, növbəti arqument kimi friendly name kimi, baxın, bunu seçirik. Yəni, adı artıq bundan ibarət olsun. Chart 1, chart 10 və s. Məsələn, 7-ci qrafiki açmaq istəyiriksə, chart 7 bizim üçün ekranda 7-ci qrafiki açacaq. Baxın, bu şəkildə. Belə. Deməli, mən maksimum çalışdım ki, hyperlink formulası haqqında çox-çox ətraflı məlumat verim. Müxtəlif, deməli, obyektlərə necə link verə bilərik və mütləq şəkildə ən sonuncu göstərdiyim, baxın, bu triki yadınızda saxlayın. Həqiqətən çox faydalı bir komandadır. Belə, uğurlar arzulayıram hər kəsə. Sadəcə olaraq kanalımızı izləməyə davam edin.